Göydən dəhşətli səs gəldi. Nəsə bir alov düşdü yerə. Yığdı cinləri, dedi ki, buna baş əyin. Gecələr gedirik, bir şey tapıb başını kəsirik. Hamı çılpaq gəzir. Dini sorğuladınız və dediniz ki, yox, bu düzgün deyil. Elşad Miri ilə danışın. Görəcəksiniz ki, Elşad Mirinin Allahı Elşad Miri kimi əhli keyf biridir. Dünya vecinə deyil. Dinin nə olduğunu bilmirlər. Sizdə o Allah məhfum olmadığına görə sizi heç kəs görmür. Siz bəs bu görən kimdir sizi? Bu göz hardadır? Bizim ateist əcdadları canavar parçalayır. Səmimi dindarlıqla göstərilən dindarlıq arasında toqquşma var. Bugün Elşad deyir ki, heç Allah da adama qız vəd eləyər, ayıb deyil. Tamam, bunu mən ateist deyirəm, çünki mən... Bəlkə o da ateist olmaq istəyir, aynı sırada niyə imkan vermirsiniz?